Bugün bir çox hadisələr mənim səninlə olmadığımı və sənin tamamilə tənha olduğunu göstərə bilər. Elə düşünə bilərsən ki, indi sən tək qalmısan. Amma əzizim, de görüm, mən nə vaxt və harada dedim ki, səni tərk edəcəyəm və ya harada dedim ki, səni tək qoyacağam. Amma mən dedim, qorxma, çünki mən səninləyəm. Bəli, mən səninləyəm. Bəli, mən indi susuram, çünki mən lazım olan vaxtda danışıram. Mən gözləyirəm, səbr edirəm, amma sonra möhtəşəm şəkildə cavab verirəm. Səndən xahiş edirəm, fırtına zamanı daxili sakitliyini qoru. Çünki mənim dediklərimi anlamaq üçün sənə sülh və sakitlik lazımdır. Hə əzizim, göylər susurmuş kimi görünəndə bil ki, göylər indi zərbəyə hazırlaşır. Mənim ordularım sənin üçün döyüşə hazırlaşır. Sən indi məğlub kimi görünürsən, amma məğlubiyyəti tanımayan qələbənin dəyərini anlamaz. Qələbənin sevinci məğlubiyyətin qorxusunda gizlidir. Çünki qələbə sənin daxilində, qorxuların və təcrübələrin içində gizlidir. Mən səninləyəm və mən səninlə olan vaxtda kim sənə qarşı dura bilər? Mən elə bir güc tanımıram. Əgər sən tanıyırsansa, deməli məni yaxşı tanımırsan. Xatırla, Əyyub məğlubiyyət içərisində olan zaman ölüm üzərində qələbəyə inandı. Bugün sən də, əgər hər tərəfdə ölüm ipləri görürsənsə, o iplərdən qələbə bayrağı toxu. Çünki mən sənin yerinə döyüşürəm. Padşahın sənin azadlığın üçün döyüşür. Qələbə sədalarına hazır ol. Budur, döyüş başlayıb. Döyüşün bitməsi sənin ürəyinin qələbəsi ilə başa çatacaq. Sən güclüsən, çünki imanın səni xilas etdi. Başının üstündə Rəbb gedəcək. O səninlədir, səni atmaz və tərk etməz. Qorxub çəkinmə. Qanunun təkrarı 31:8.